Sizcə 22 il öncə, 1992-ci il mayın 15-də hansı sualın çox asan cavabı vardı? Amma mayın 15-nə qədər mayın 15-ni gətirən hadisələr var. Mayın 15-nə gətirən hadisələr var. Əgər xatırlayırsınızsa, mart ayında ağır faciə Xocalı soyqırımı oldu. Xocalı soyqırımından sonra Azərbaycan informasiya vasitələri, o cümlədən Daxili İşlər Nazirliyi belə məlumat verdi ki, Xocalıda cəmi bir nəfər qətlə yetirilib. Sonra 2 nəfər oldu. Sonra məlum oldu ki, orada soyqırım olub. Həm dini zamində, həm milli zamində ermənilər və Rusların 366-cı alayı tərəfindən, Atıcı alayı tərəfindən soyqırım baş veribdi. Bunu gizlətdiklərinə görə parlamentdə müzakirələr getdi. Parlamentin müzakirələrində 2 gün ardıcıl müzakirələr getdi. O vaxt ki, ölkənin prezidenti Ayaz Mütəllimov öz sağlamlığını nəzərə alaraq ərizə ilə istefa verdi. Ərizə ilə istefa verəndən sonra prezident səlahiyyətlərini Yaqub Məmmədov icra etməyə başladı. Sonra mayın 14-də Ayaz Mütəllimov bir də prezidentliyə qayıtdı. O vaxtki konstitusiya ilə prezidentin istefa vermək qərarı var idi, yəni ixtiyarı var idi, gedə bilərdi. Amma prezidentin təzədən qayıdıb ölkə rəhbərliyi eləmək konstitusiya zidd idi. Xalq qalxdı 15 mayda konstitusiyanın bərpasına və konstitusiyanı bərp elədilər. 15 mayı baxı gətirən hadisələri gərək baxasan ki, niyə 15 may baş verdi? Yoxsa əgər xatırlayırsınızsa, yaxın müddətdə prezident seçkiləri olmalı idi. Artıq namizədlər rəsmi qeydiyyatdan keçməmiş, amma qeyri-rəsmi siyasi təşkilatlar, siyasi insanlar, cəmiyyətlər öz namizədlərini irəli sürürdülər. 15 mayı gətirib çıxardan hadisə oldu. 15 mayında sırf Azərbaycan konstitusiyasının bərpasına qalxan xalq var idi. Azərbaycan iqtidarından narazı xalq var idi. O Xocalı soyqırımından sonra böyük bir nifrət, böyük bir coşqunluq vardı. Bax, o xalq o coşqunluğunu, o nifrətini, o konstitusiyanın bərpəsini toplayaraq 15 mayda Milli Məclisin qabağına yürüyüş etdi. Uzun illərdən sonra o gün nə baş verdi? Sualının hansı cavabını daha doğru sayırsınız? O günləri mən yəni bir Azərbaycan siyasi həyatın məni 2 böyük müddətə bölürlər. 88-ci ildən 93-cü ilə və 93-cü ildən böyünə kimi. 88-dən 93-cü ilə qədər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının öz mənliyini dərk edərək ayaq üstə qalxıb mübarizliyini qeyd etmək istəyirəm. Bir an çəkinmədən 20 yanvar hadisələri, Xocalı hadisələri, bir neçə rayonumuzun işğalı, sonra ən ağır dediyim bayaqki faciə Xocalı, bunun heç bir xalqı sarsıtmadı. Xalq öz mübarizəlindən dönmədi və Azərbaycan xalqı Azərbaycanın ən böyük siyasi təşkilatının Xalq Cəbhəsinin rəhbərliyinin Azərbaycanın müstəqilliyinə addım-ba-addım, pillə-pillə irlədi və müstəqilliyinə nail oldu. Ondan sonra 93-cü ildən sonra 4 iyundan sonra Azərbaycanda bir durğunluq əmələ gəldi və böyük o durğunluq hələ ki davam edir. Amma şükürlər olsun ki, Azərbaycan müstəqil dövlətdə özünün pul vahidi, sərhədi, qoşunu, himni, bayrağı, herbi var. Və o müddəti, siz dediyiniz, yəni 15 may 92-ci ildə o Azərbaycan milli azadlıq hərəkatının pik nöqtəsi sayılır.